qayğı çox gözəl bir şeydir. Kim olursan ol, qayğı gördüyün halda səni qayğı həm sağaldır, həm qayğı sənə gözəl təsir göstərir. Qayğı sənin əhval-ruhiyyəvə yaxşı təsir edir. Qayğı səni, nə bilim, ruhlandırır. Bu nə qədər gözəl söz var deyə bilərik. İnsanın özünə göstərdiyi qayğı da həmçinin. İnsanın özünə göstərdiyi, başqasının insana göstərdiyi hər bir gözəl, nəm, münasibət varsa, bu bizim psixikamıza da gözəl təsir edir. Sinir sistemimizə də gözəl təsir edir. Davranışlarda dəyişir insanda. Qavrayışda da təşviş azalır. Kontrolsa insana necə təsir edir? Niyə kontrolla qayğını, yəni ki, bu bir arada bugün mən bundan danışıram? Çünki bunlar bir-birlərinə çox bənzəyirlər. Çünki bir insan ola bilər ki, bax, məsəl üçün kişi qadını, ya qadın kişini qısqanır, eləyir, hardasan, nə edirsən, kimləsən, ay tez mənə zəng elə, ay tez nə giydin, necə giyindin, necə bəzəndin, nə bilim, hansı ətri vurdun. Bax, adam var ki, məsələn, həyat yoldaşına deyir ki, yox, sən çox arıqsan, biraz kökəl. Kökəlsən daha yaxşı görsənər, düzdürmü? Yəni, burada nədir? Burada, yəni, sən ona tutalım da, burada qayğı var, yoxdur, düzdürmü? Yəni, burada, ay sən ya arıqla, ya sən kökəl, ya sən filan yerin belə, ya sən saçın sarı olsa daha yaxşıdır, nə bilim, gözün göy olsa daha yaxşıdır. Filan şey belə olsa mənim daha çox xoşuma gələr. Bax, bu nədir? Bu insan... Yəni ki, bu buna deyir, yeridir ona öz fikirlərini, deyir, ara sıra hələ deyir, ara sıra hələ deyir. Bu nədir? Bu hələ idarə etməkdir. Sən ona deyirsən, o da həmin insan, məsələn də həyat yoldaşı, bu adamın təklifini bir qəbul etməyəndə, dediyini eləməyəndə, məsəl üçün, sənə sarı saç yaraşar, elə də niyə eləmirsə, bu da eləmirsə, bu da məsəl üçün də başlayır onun gözünün qabağında, nə bilim, sarı saç tutalım da qızlara yazmağı onun gözünün qabağında. Yəni, burada nədir? Emosional şantajdır, o insan duyğuları ilə oynayır. Bu, burada nədir? Kontroldur da, sən elə, mənim istədiyim kimi elə, mənim istədiyim kimi davran. Mən idarə edim səni. Mənim dediyimlə otur, dur. Amma halbuki, yəni bu ehtiyac ancaq oradan gəlir ki, mənə aidsən də. Yəni burada mənimsəyir insanı, mənə aid bir əşya kimi, mənə aid bir, nə bilim, şəxsi malım kimi, nə bilim, ev heyvanı kimi lap deyək. Başa düşdünüz necə? O ev heyvanları necə istəyirlər, aparırlar, saçını qırxdırırlar, bir görsən, saçını dirəmi, yəni rəngləyirlər, qırxdırırlar, nə bilim, nələr eləyirlər də, geyindirirlər, tam istədiyi şəkildə, düzdürmü? Ya oynadır, ya oynanmır. Başa düşdünüz necə? Ya istiliyi verir, ya vermir. Yəni, bir insan başqa insana bu cür davrananda bu qayğı deyil də. Ay sən kökəl, ay sən arıqla. Bu, siz necə, bir var, məsəl üçün, bir var insanın çəkisi çoxdur, bilirsən ki, ona zərərdir bu çəki, ürəyinə zərərdir, nə bilim, tutalım da ayaqlarına artıq çəki, ayaqlarına ağrı verir, zərərdir, hər nədirsə də, bir var həqiqətən də o mənada, amma yenə də onun da dediyini sən elə deyə bilərsən ki, sən hər gün onu acılayıb da bunu deyə bilərsən, düzdürmü? Amma sən bunu başqa cür də göstərə bilərsən də, evə daha elə yeməklər, elə bir şeylər alırsan ki, orada tutalım, kalorilər azdır, orada daha sağlam bir şeylərdir, həm dadlıdır, həm kalori azdır. Sən kimi kontrol edirsən, o insan həyatını zəhərləyirsən. Sənin onunla münasibətin çətinləşir. Orada mütləq gərginliklər var. Yəni ki, kontrol bu gərginlikdir.